Salam hörmətli izləyicilər, xoş gördük sizi RTV kanalında. Əziz izləyici, bugün biz çox gözəl bir salat hazırlayacağıq. Pendirli salat. Bunun üçün bizə nə lazım olacaqdır? Deməli əziz izləyici, yumurta, soğutma bişir, sürkəsindən keçirilmiş. Pendir, Holland pendiri də ola bilər. Kapçon da bizdə kapçondur, çünki onun çox gözəl dadı olduğundan mən kapçonu eləmişəm. Ondan sonra çuğundur, soğutma bişir, sürkəsindən keçirilmiş və mayonez. Deməli əziz izləyici, bu salata az ərzaqlar gedir, ancaq çox dadlı bir salat olur. İlk öncə indi başlayırıq bu ərzaqlarımızı bir-birinə qatmağa. Deməli əziz izləyicilər, birinci çuğundurumuzu tökürük. Ondan sonra yumurtamızı əlavə edirik və pendirimizi əlavə edirik. Deməli əzizlər, zövqə görə bir ədəd duz əlavə edirik və zövqə görə də bir ədəd süt əlavə edirik. Ondan sonra isə mayonezimizi əlavə edib və yaxşıca deməli qarışdıracağıq. Mayonezimizi ilk öncə biraz az tökürük. Çünki çox tökərik, mayonezi çox olar. Ona görə az töküb və qarışdırırıq. Əgər az olsa yenidən əlavə edə bilərik. Güzel ve hem güzel tadı olur, hem de tez başa gəlir. Biraz da mayonez əlavə edək. Az oldu. Bax belə. Artıq gördüyünüz kimi pendirli salatımız da hazır oldu. Beləcə hazırlayın və ad günlərində, həmçinin bayramlarda zətdə süfrəyə verə bilərsiniz. İndi boşqaba qoyaq, süfrəyə verək. Bax belə əziz izləyici, gördüyünüz kimi salatımız hazırdır. Hazırlayın və süfrənizə verin. Çox dadlı və gözəl salat çıxır. Bax belə əziz izləyici, hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videomuza like qoyun və bizi izləməyi unutmayın. Biz də çalışacağıq ki, hər gün yeni bir videoyla sizin görüşünüzə gələk. Çox sağ olun, gələn görüşlərə dək. Sağ olun əziz izləyicilər.